Sidiyə gedərkən göynəmə və ağrılar qışda niyə artır? Çünki qışda az su içirik. Sidik qatılaşır, nəticədə bakteriyalar çoxalır. Daha sonra qışda sidiyi çox saxlayırıq. Tualeti gecikdirmək sidik yolu infeksiyasına səbəb ola bilir. Bir də ki, soyuq hava, immun sisteminin aşağı düşməsi və stress halları da sidik yolu infeksiyaları yarada bilir. Bu hallar davam edirsə, sidiyi çox saxlamayın. Əyninizi qalın edin. Hər gün 2 litr su için və bitki tərkibli Durex tabletlərindən istifadə edin. Durex bildirim ki, dərman deyil, qida əlavəsidir. Tərkibində qızıl çətir otu, levistik kökü və rozmarin yarpaqlarının ekstratı var. Bu bitkilər börəklərdə qan dövranını yaxşılaşdırır, antimikrob, yəni iltihab əleyhinə təsir göstərir, daşların yaranmasının qarşısını alır, sidik ifrazını yaxşılaşdırır, sidik qovucu təsir göstərərək sidik yollarında yaranan spazmı da aradan qaldırır. Durex qəbulundan sonra bədəndə, ayaqda və üzdə olan şişkinlik azalır. Sidiyə getmə zamanı yaranan göynəmə və ağrılar yoxa çıxır. Polşa istehsalı olan məhsulun bir qutusu 1 aylıq müalicə üçün kifayət edir. Məhsul bildirim ki, bütün apteklərdə də mövcuddur. Sonda isə bir nüansı vurğulamaq istəyirəm. Əgər sidiyə gedərkən göynəmə ilə yanaşı qızdırma və sidikdə qan halları da müşahidə edirsinizsə, mütləq həkimə müraciət edin. Videolarımızın davamının gəlməsini istəyirsinizsə, bəyən düyməsindən basmağı və kanalımıza da abunə olmağı unutmayın.